Salam. Bugün dərsimiz olacaqdır. 8-ci sinif 2-ci hissədən mövzumuz olacaqdır 5.3 İnsan orqanizmdə həzm prosesi. Əvvəlki dərsimizdə ağız boşluğunda, mədədə və nazik bağırsaqda hansı fermentlər mövcuddur, həzm prosesi nə cür həyata keçirilir, onlar haqqında məlumat vermişdim. Bugünkü dərsimizdə isə mövzumuzun qalğı haqqında məlumat verəcəyəm. Qalmış tutuşu müzakirə et paylaşda burada soruşulur. Kimyadan bilirsiniz ki, kimyəvi reaksiyalar zamanı katalizatorlar sərf olunmur. Yəqin ki, katalizator nədir? Kimya kursunu öyrənənlər bunu bilir ki, bu maddələr kimyəvi reaksiyaların sürətini artırır, özləri isə sərf olunmurlar. Belə olan halda fermentlər orqanizm həzvəzləri tərəfindən daim hansı səbəbdən əmələ gəlir? Bildiyiniz kimi, insan orqanizmində və yaxud digər canlı orqanizmlərdə metabolik proseslərin həyata keçirilməsini təmin etmək üçün bioloji aktiv maddələr olan fermentlər əmələ gəlir ki, fermentlər xüsusi vəzlər tərəfindən hazırlanır. Və burada soruşulur ki, orqanizm həzm vəzləri tərəfindən daim hansı səbəbdən əmələ gəlir? Bildiyiniz kimi, fermentlər bioloji aktiv fəal maddələr olması ilə yanaşı, həm də zülal təbiətli maddələrdir. Zülallar isə bildiyiniz kimi üzvü maddələrə aiddir. Amin turşu adlanan monomerlərdən təşkil olunub. Zülallar müəyyən funksiya yerinə yetirən zamanı denaturasiyaya uğramaq qabiliyyətinə malikdirlər. Yəni, öz tərkiblərini dəyişirlər iş görən zamanı və yaxud da ki, onların da canlı olduğuna görə orqanizmlərdə tərkibin dəyişilməsi ilə əlaqədar olaraq funksiyalarının dəyişilməsi təsir mexanizminin dəyişməsinə səbəb olur. Bunun nəticəsində də demək olar ki, vəzlər tərəfindən daimi yeniləri əmələ gəlmiş olur ki, orqanizmin həmin fermentlərə olan tələbatları ödənilsin. Burada soruşulur, onların fəaliyyətinin pozulması hansı insana fermentin dərman forması niyə təyin olunur? Yəni, onların fəaliyyətinin pozulması zamanı deyir, insana fermentin dərman forması niyə təyin olunur? Qeyd elədik ki, onlar denaturasiyaya uğrayır, tərkibi dəyişir. Buna görə də onlar öz funksiyalarını yerinə yetirə bilmir. Pozğunluqlar yarandığına görə onların quruluşunda belə olan tədbirdə yenilərinin sintezinə ehtiyac duyulur. Dərman kimi dərman formasında qəbul olunmasına gəlincə, bir faktı qeyd edim ki, şəkərli diabetli xəstələrə insulinin dərman formasında təyin olunmasını yəqin ki, bilirsiniz. Orqanizmdə karbohidrat mübadiləsini nizama salan insulin fermentinin sintezi pozulduqda, orqanizmdə və yaxud az miqdarda olduqda, orqanizmin daxili maye mühitinin sabitliyinin qorunması təhlükə altına düşür. Ona görə də belə xəstələrə dərman formasında həmin fermentin təyin olunması həyata keçirilmiş olur. Bugünkü dərsimizdə yoğun bağırsaqda həzm prosesi və yoğun bağırsaq qidanın irəliləməsi prosesi, bununla tanış olacaq. Bildiyiniz kimi, yoğun bağırsaq segmentlidir. Bax, bu şəkildə təsvir olunubdur. Bu, yoğun bağırsaqdır. Qeyd elədik ki, yoğun bağırsaq, kör bağırsaq, çəmbər bağırsaq və düz bağırsağa. Sonra isə anal dəli ilə xaricə nəcis qalıqları, nəcis kütlələri defekasiya aktı şəklində verilmiş olur. Burada gördüyünüz üçün segmentlidir. Bu cür deyir, segmentli olması həlqəbəli yığılmaların nəticəsində nəcis kütlələri qarışsa da, onların irəliyə doğru itələnməsi baş vermir. Bu proses sadəcə suyun sorulmasına köməklik edir. Burada isə gördüyünüz kimi oxlarla
həmin qida qalıqlarının irəliləməsinin təsvir olunmasını görürsünüz. Bu onunla nəticələnir ki, segmentin əvvəlində olan əzəllər yığılır, sonrakı əzəllər boşalır. Nəticədə qidanın qalıqları, yaxud nəcis kütlələri irəliyə doğru hərəkət eləyir və gün ərzində 2-3 dəfə cüzi təkanlar baş verir. Nəticədə nəcis kütlələri irəli ötürülür, xaric edilir ki, bu da defikasiya adlanır. Bildiyiniz kimi, əsas həzm prosesi nazik bağırsaqda gedir. Nazik bağırsaqda zülalların, yağların, karbohidratların həm həzm olunması, həm də sorulması, qana və limfaya sorulması prosesi həyata keçirilir. Qidanın qalıqları isə hissə-hissə nazik bağırsaqdan həzm olmayan qida qalıqları nazik bağırsaqdan peristaltik hərəkət nəticəsində yoğun bağırsağa ötürülmüş olur. Qeyd elədik ki, yoğun bağırsaqda suyun geriyə sorulması, nəcis kütlələrinin formalaşması, bədəndən xaric edilməsi həyata keçirilir. Yoğun bağırsağın serişik qırşasında yerləşən vəzlərin ifraz etdiyi şirələrin tərkibində çoxlu miqdarda selik, hansı ki, qida qalıqlarının irəliyə doğru hərəkətini asanlaşdırmaq üçün, az miqdarda isə ferment olur. Gördüyünüz kimi, kör bağırsaqda soxulcana bənzər çıxıntı mövcuddur. Bax, burada gördüyünüz kimi, soxulcana bənzər çıxıntıda həmi bağırsaq çöpü bakteriyaları, həm də limfositlər əmələ gəlmiş olur. Bağırsaq çöpü bakteriyaları bağırsaqlara, yoğun bağırsağa daxil olmuş bitki mənşəli qalıqların, yəni sellozanın parçalanmasını, bax, burada qeyd olunubdur gördüyünüz kimi, K vitamini və B qrupu vitaminlərinin yaranmasını həyata keçirmiş olur. Yoğun bağırsaqda suyun qana sorulması və nəcis kütlələrinin formalaşması və nəhayət diafraqma və qarın əzəllərinin köməyi ilə bədəndən xaric edilməsi həyata keçirilir. Bu qədər. Sağ olun. Öyrəndiklərinizi tətbiq edin növbəti dərsimizdə.